միջազգային գործընկերներ։ Ümumiyyətlə qeyd edim ki, beynəlxalq tərəfdaşlarla təmasları əlbəttə nəinki vacib hesab edirəm, həm də düşünürəm ki, onların nəticəsində bir çox problem öz həllini tapır. Başqa bir məsələdir ki, bir çox hallarda biz nə proseslər haqqında, nə də məsələn konkret bu nəticə baxımından bizim bu və ya digər müdaxiləmizin və ya bu beynəlxalq təşkilatın müdaxiləsinin rol oynadığı haqqında açıq danışa bilmirik. Amma xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu cür ünsiyyət nəticəsində həllini tapan bir sıra problemlər var. Başqa bir məsələdir ki, təbii ki, Azərbaycanda azadlıqdan məhrum edilmiş ermənilər olduğu müddətcə biz bu problemin hər hansı bir şəkildə yekun həllini aldığını hesab edə bilmərik və yekun həll təbii ki, şəxslərin geri qaytarılmasıdır və bu istiqamətdə davamlı addımlar atılmalıdır və bu addımlar məncə təkcə Ermənistan Respublikası tərəfindən deyil, bütün beynəlxalq ictimaiyyət tərəfindən atılmalıdır. Çünki xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu cür məsələlər yalnız bir dövlətə aid məsələlər deyil. Bunlar insan hüquqları baxımından ümumbəşəri əhəmiyyətə malik məsələlərdir və insan hüquqlarının müdafiəsi və humanitar məsələlərlə məşğul olan heç bir təşkilat bu problemlərin tənzimlənməsi və lazımi həll yollarının tapılması üçün bütün bu prosesdən kənarda qala bilməz.